Salam dostlar və əziz doktor Tərizadə. Üçüncü dəfə olaraq mənim danışığıma reaksiya vermişsiniz, bəzi şeyləri izah etmişsiniz. Güzel. Amma sizin danışdıqlarınızın mətni və mühtəvasına, yəni içəriyinə diqqət çəkdiyimizdə həm bilimsel açıdan və həm də realitələrdən uzaq bir düşünce tərzi meydana koyuyorsunuz ki, bir siyasi aktivistə, bir siyasi düşünürə o zihniyyətin meydanda əmələ geçməsi, yəni sizin düşüncələrinizin həqiqətən bir pratikə çevrilməsi mümkün değildir. Yəni hadisələrin seyri, izah etdiklərinizin gerçəkliyi yalnız zehni aləmində geçir. Onun pratikə çönməsi, yəni o zihniyyətin, sizin izah etdiyiniz sözlərin, idələrin əmələ geçməsinə heç bir imkan yoxdur. Səbəb də gerçəkçi bir düşüncənin meydanda olmamasıdır. İzin verin bir parça sözlərinizdən qulaq asaq, ondan sonra sözlərimizi devam edək. Misal olarak biri o mesela HDP'ni demişəm ki PKK'nın nümayəndəsidir. Bu bir dənə tələffüzdür da. Ola bilər məsələn biri deyir bu siyasi qoludur PKK'nın. Bir hizb eləcək, məsələn PKK'nın o lideri ilə belə deyək də görüşür zindanda, sonra deyir Qəndili ilə görüşür, danışır, elir. Bu bir nümayəndəlikdir. Hər hal yəni bunu söhbət eləyəcəyik ki, aya bunun tayı məsələn siz dünyada harda görmüsünüz, məsələn demokrasi ölkələrdə bu bir dənə böyük bir müxalif gücdür da. İndi PKK ola ya Dem Parti ola, bunun məclisdə olmasın bu modeldə siz harda görmüsünüz? Məsələn bunu istəyək müqayisə eləyək o böyük demokrasiyalarla, biri İngilisdir da. İngilisdə o İrlandilərin ki o mübarizə qrupu var idi ki, biri silahlı idi. Fikrim adı Əra idi filan. Bəli, onun o siyasi qolu adı Sinn Féin idi. Məsələn Sinn Féin siz görmüsünüz ki, məsələn məclisdə bir 50 dənə nümayəndəsi olar. Dikkat edersiniz, burada deyirsiniz ki HDP PKK'nın nümayəndəsidir. Yani teröristlerin nümayəndəsidir. Və hətta ondan daha doğru olmayan sözü deyirsiniz. Deyirsiniz ki bir parti ki gedib Qəndildə PKK rəhbərləri ilə görüşür, ya gedir zindanda məsələn PKK'nın rəhbərini görür, bu onlar nümayəndə də. Sonra bunu Türkiye'de dəli liber demokrasi sanırsınız. Ki Türkiye devləti izni verib ki teröristlər məclisdə nümayəndələr olsun. Yəni siz Türk devlətinin bu açıdan da etibarını zədələyirsiniz ki güya Türkiye'nin iktidarı çox demokratdan ötür, hətta teröristlərə də belə məclisdə o da nümayəndəlik izni veribdir. Buracan sözlərinizin heç biri doğru değildir. HDP Türkiye'de Kürt ve Türk solunu bir araya gelmesiyle formalaşmıştır. Ve HDP tarafından məclisə gələn adamların, yani Türkiye'nin öz rəsmi orqanlarına göre terrorizmlə heç bir bağlılıkları yoktur. Tüm bağlılıkları olursa izin vermezdi ki kandida olsunlar ve seçimlerde iştirak etsinler. Sonra deyirsiniz ki bunlar özləri, yəni öz başlarına, öz istədikləri kimi gedirlər Qəndildə PKK'nın rəhbərlərini görürlər, ya gedirlər zindanda PKK'nın rəhbərini görürlər. Bu da kökündən doğru bir məlumat deyil. Qəndilə gedib PKK'nın rəhbərləri görmə, zindanda PKK'nın rəhbəri ilə görüşmənin qərarı Türkiye iktidarındadır, yəni Erdoğandadır. Və hətta Erdoğan seçir ki kimler geçsinler ondan görüşsünler. Tüm o partiye de Türkiye'de savaşın bitmesini istəyir. Bu təqazanı iktidar tərəfindən qəbul edir ki geçsin onlarla görüşsün. Yaxşı, buracan yanlış məlumat verirsiniz. HDP
PKK'nın nümayəndəsi olur. PKK ilə görüşə gedənlər və ya zindanda PKK'nın rəhbərini görənlər öz başlarına özləri qərar verirlər, getsinlər, görsünlər. Halbuki kökündən bu yanlış məlumatdır. Axı, bu yanlış məlumatın üstündən necə bir doğru təhlil və analiz qoymaq olar? Yanlış məlumatın içindən yanlış məlumata dayanaraq bir analiz doğru ola bilərmi? Yəni sizin analizləriniz bu yanlış məlumata dayanaraq kökündən doğru ola bilməz. Sonra deyirsiniz ki, dünyada kim var ki, mesela teröristlərə də məclisdə nümayəndə versinlər və İngiltərədən Sinn Féini, İrlanddan Sinn Féini nümunə olaraq verirsiniz. Bir demokrasinin demokrasi olmasını geçən səslərimizdə, danışıqlarımızda 8-9 dana bilimsel fakt vermiştim. Onlar mənim faktlarım deyil ki, bugünkü mevcut demokrasinin yapısının izahında necə bir demokrasi olar deyə o adın çəkdiyim faktlar bugünkü sosiolojisti bilimlər əsasında meydana gələn faktlardılar. Siz Türkiyənin demokrasisinin analizində bilimsel faktları ötürmüsünüz. Gəlmişsiniz HDP'ni meydana çəkməklə və bu yanlış məlumat ki, güya Türk dövləti teröristlərin, nümayəndələrin Milli Məclisə yol vermiş kimi bunu demokrasi ünvanı görürsünüz. Yanlış məlumat, yanlış sonuç. Məndən sorursunuz ki, dünyada başqa bir yer var ki, teröristlərin nümayəndələri məclisdə otursun. Məsələn, Sinn Féindən deyirsiniz ki, Sinn Féinin məclisdə 50 nümayəndəsi var mı deyirsiniz və bu fakta dayanaraq Türkiyənin demokrasisini İngiltərənin demokrasisindən üstün və güclü görürsünüz. Yəni tamamilə ideolojiya qapsanmış bir idələrlə ki, doğrularla heç bir əlaqəsi yoxdur. Amma bu halilə siz ondan demokrasi sonucu nəticəsi almışsınız Türkiyəyə. Burada sizin Sinn Féin haqqında məlumatınıza da baxmaq istəyirəm. Bəlli ki, hətta orada da, yəni Böyük Britaniyada və İrləndə də Sinn Féin haqqında verdiyiniz məlumat da yanlış məlumatdır. Bugün İrləndin cəmiyyəti ümumiyyətlə Böyük Britaniyanın cəmiyyətlə müqayisə eləsə, İrləndin cəmiyyəti 3%'dir. Kulli cəmiyyəti Britaniyaya baxdığımızda. Şimali İrləndin öz məclisində 2022'də 90 kürsüdən 27 kürsüsü Sinn Féininki idi və o ildə Sinn Féin ən böyük səs gətirən partiya olub İrləndin hətta məhəlli dövlətini təşkil etdi. Sinn Féin əvam məclisə gəldiyimizdə, yəni Britaniyanın əvam məclisində İrləndin ümumiyyətlə 18 kürsüsü vardır. O 18 kürsüdən əvam məclisində Sinn Féinin 7 kürsüsü vardı. Yəni Sinn Féin həm İrləndin özündə, həm əvam məclisdə İrləndi ən yüksək səviyyədə təmsil edən bir partiyadır. Ümumiyyətlə dediyim kimi İrləndin əvam məclisində 18 kürsüsü var. Amma siz deyirsiniz, gedin baxın görün Sinn Féinin 50 dana kürsüsü ola bilər. İrləndin ümumiyyətlə hamısının 18 kürsüsü vardı. Necə ola bilər 18 kürsü ilə bir partiya 50 kürsüyə sahib olsun? Yəni bu bölümdə dediklərinizin harasından yapışsaq əlimizdə qalacaqdır. İzni verin danışıqlarınızdan bir başqa bölümündə biraz eşidək və sonra söhbətlərimizə yenə devam edək. Yəni bu nişan verir ki, xaricdə bir güclər var. Bunlar istəsələr, əgər siz sözünə qulaq asmasınız, bəli, sizin pulunuzu, dəyərini yendirə bilərlər. Yəni bəzi hökumətlər var ki, bunların məsələn pullarının dəyəri yüksəkdir. Yəni bu beynəlmiləli bir sistem var.
odur ki, təsmin tutur ki, yəni bir həddəcan ki, bir dənə ölkənin pulun dəyəri nə qədər olacaq? Birisini istəyən mücazat eləyə bilər, o dəyəri yendirsin. Məxsusən bəzi hökumətlər, məsələn, bunlar görərlər ki, bunlardan yaxşı itaət edir, köməklik elərlər pulunun dəyəri qalxsın. Yəni bir cüzətdə var. Bu sözlərə diqqət etdiyimizdə danışıqlarımız bizə deyir ki, bir seri, bir yerdə, bir mərkəzlərdə dövlətlərin döviz qiyməti, ərz qiyməti, pul qiymətini təyin edirlər. Əgər o dövlətlər bəlli olmayan o mərkəzlərə, o güclərə boyun əyməsələr, onların pullarının dəyərini yendirərlər. Boyun əlib nökərlik eləsələr, onların ölkəsinin pulunun dəyərini artırarlar. Deyirsiniz ki, mərkəzlər bunu təyin edərlər. Halbuki dövlətlərin dünyada, tanınmış dövlətlərin bir mürəkkəb halda siyasətləri var. Daxili siyasət və xarici siyasətləri var. Dövlətlərin daxili və xarici siyasətləri, xüsusən xarici siyasətləri o dövlətlərin mənfəətinə dayanaraq önə sürülür. Yəni həm siyasi sahədə, həm ekonomik sahədə və ya kültürel sahədə, savaşda, barışda, hər harda varsalarsa, əgərsə bir siyasət aparırlarsa, o məlum dövlətin milli mənafe çərçivəsində sürülür. Yəni əgər savaş salırlar, əgər barışırlar, əgər borc verirlər, əgər borc alırlar, əgər bir dövlətin siyasəti ilə müxalifət edirlər, əgər bir yeri işğal edirlər, əgər bir yerə hücum gətirirlər, əgər bir yerdə hücumun qarşısını alırlar, hər halda bir dövlətin milli mənafe çərçivəsində sürülən siyasətlərdir. Bu milli mənafe deyirəm, bunun tərifi biraz mürəkkəbdir. Bəlkə bizim burada danışığımıza sığmaya, amma qısaca desəm, milli mənafe dediyimizdə bir dövlətin genel milli mənafe var, bir də iqtidarda olan siyasi gücün mənafe var. Bəzən iqtidarda olan siyasi gücünə həqiqətən bir ölkənin milli mənafe bir-biri ilə o qədər ki lazımdır üst-üstə düşməyə. Amma hər halda sürülən siyasət bir dövlətin tərəfindən milli mənafe çərçivəsində sürülməsi düşünülür. Amma milli mənafe çərçivəsində gedir və ya getmir, ona hər analizə və ya hər analitikərə qalmış ki, onu necə görüb, necə dəyərləndirələr. Məsələn, İranda da büyük bir siyasi güc var. Yəni siyasi iqtidar deyə. Bu Fransa'da da var, İngiltere'de de var, Amerika'da da var, Çin'de de var, Rusya'da da var, Şimali Kore'de de var. Her yerde bir iktidar var. İstibdadi devletlerde iktidarla devlet iç içe girmiş bir durumdadırlar. Demokratik veya yarım demokratik devletlerde ama devlet bir şeydir. İktidar bir başka şeydir. Yani iktidarı kuran bir siyasi partiyadır ki seçim vasıtasıyla hakimiyyətə gəlib və bir devirdən sonra yine bir başka seçimlə devirdən gedib bir başka hizb veya başka partiya bir iktidarın başına geçir. Ama her halda o iktidar o devletin, o ölkənin milli mənafe adlanan bir parametri lazımi qədər təmsilcisi olmasın. Mesela indi Trump Amerikada iktidardadır. Acaba Trump Amerikada o devlətin həqiqətən milli mənafeyini qoruyan bir şəxs veya bir partiya mı? Mesela deyək ki, İsrailin özündə də belə. Yəni mesela indi İsrailin aşırı sağçıları hakimiyyətdə iktidardadırlar. Həman İsraildə sol cirayiş, yəni sosial demokratlar Filistinlilərlə bir barış imzaladılar da. İshak Rabin, Yasir Ərafatla Amerikada görüşdülər və o anlaşmanı ondan qabaq Norveçdə imzalamışdılar. Yəni milli mənafe dediyimizdə burada sığmaz mübahisəsi. Başqa bir yerdə lazım olursa milli mənafe həqiqətən nədir və bugünkü dövlətlər həm diktator formalarında və həm demokratik formalarında
acaba o milli mənafiyə nə qədər çalışıb və ya ondan nə qədər uzaqdırlarsa, müstəqil bir mübahisə və danışıqda onu ələ alıb danışmaq lazımdır. Amma yenə bunu bilmemiz lazımdır. Hər halda bugün devlətlər hakimdilər və bu devlətlərin siyasətləri dünyada aparılır. Bu devlətlərdən başqa gücləri analizimizdə meydanda qoyub, onları devlətlər əlaqəsində əsli faktora çevirirsək, yəni biz gerçəklikdən uzaqlaşmışıq da və gerçək dünyadan uzaqlaşdın və xiyal aləmində bir güclər qurdun, o güclərin əməliyyatını bildin və hətta o gücləri təyin edici bir güclər kimi tanıtdırdın da devlətlərin rolu burada meydandan qaldırılıb da, onda analiz etməyə belə əlimizdə bir şey qalmış. Elə dəqiqən o cəhətdəndir ki, mərmuz güclərin adlarını meydana gətirib, onlar elə edirlər, onlar belə edirlər meydana gətirəndə daha gerçəkçi bir analizə yeri qalmır ki. Elə ona görə də olan adın komplo teorisi qoyublar da. Yəni gizlində mərmuz tanınmayan gizli bir qüvvələr bir rollar oynur, kimsə də olan haqqında bir şeylər bilir, bilmir. Və bu əsrarlı bir, sirrli bir durum o komplo teorilərine zəmin yer alır da. Və bu komplo teori kimin istifadəsinə, faydasınadır? Diktator dövlətlərin, istibdadi dövlətlərin. Cumhur İslamını qoyursan deyə hər nə ölkədə düşür, tam xarici qüvvələrin totəsi, Amerikanın, İsrailin işidir. Məmləkətdə su azalır, məmləkətdə pul dəyərini itirir, məmləkətdə acı sınıra gəlir, məmləkətdə sular quruyur, hamısı xarici devlətlərin totəsi kimi, yəni o mərmuz və gizli otaqların qərarının əsasında belə bir şey olmuşdur deyə kimi qələmə verilir. Doktor Təqizadə dostumuzun da sözləri tamamən bu alanda dolanır. İndi baxın, bir başqa alanda başqa sözlərini dinləyin. Demokrasi gərək həmişə təqviyyət oluna, düzdür də, cəhnərd oluna. Vəli bəzi ölkələr vardı dünyada ki, bunlar hədəf altındadılar. Və bir də məxsusən gəlir demokrasi adı ilə bunlara həmlə edir ki, əslində hədəf odur ki, bu məmləkətləri parçalasınlar, ya işğal etsinlər, ya filan. Amma bunu gətirirlər, neynirlər? Şeytansazlıq edirlər, şeytanlaşdırırlar əvvəl o sistemi, hakimiyyəti. Gerçək hakimiyyətlərin, hamılıq hakimiyyətlərin müşkülləri var, problemləri var, yəni nəqsləri vardı. Vəli biz gərək ayrı olaq, bu təliyə düşməyək. Amma bu bahayı olmayaq ki, biz bu kürəsəl güclərə belə deyək, yardımçı olaq ki, onlar bu şeytanlaşdırma ilə istəyirlər işğal eləyərlər, bilmiş ola. BlackRock'da, Vanguard'da filan hamısını bunlar bu pullarla tolid ediblər, ceblə saham alıblar və bu şirkətlərə sahib olublar. Deyirsiniz ki, dünyada bir seri dövlətlər vardılar ki, hədəf altındadılar. Yəni biriləri ya başqa dövlətlər onları hədəf alırlar. Və deyirsiniz ki, o hədəf alınan dövlətlərdə bir sıra insanlar gəlirlər demokrasi adına orada o ölkədə təxribat aparmağa və hədəf deyirsiniz bu demokrasi mübarizəsindən və ya demokrasi adından ölkəni parçalamaq və ya işğal etmək istəyirlər. Və bu iş üçün əvvəl gəlirlər o ölkəni ya o dövləti şeytanlaşdırırlar, ya şeytan kimi tanıtırlar, sonra da istədiyi işlərini görürlər. Və sonra davam edirsiniz ki, biz gərək ayıq olaq, biz kimi, yəni demokrasi üçün məsələn deyə fəaliyyət eləyənlər. Bu demokrasi üçün fəaliyyət eləyənlər gərək ayıq olsunlar ki, o kürəsəl güclərin tələsinə düşməsinlər. Bu sözlərin içəriğinə baxdığımızda hamısı yalnız diktator dövlətlərin və istibdadi dövlətlərin teorisidir ki, cəmaətin içində yayırlar ki, desinlər, onlar ki, demokrasiya mücadilə eləyirlər, demokrasi deyirlər. Onlar həqiqətdə bu ölkəni parçalayıb və ya işğal etmək istəyirlər. Demokrasi sözünü deyənlərin sözünə baxmayın. Bu mesaj tamam siyasətin tarixində
diktatori dövlətlərin və istibdadi dövlətlərin teorisidir. Cəmaətə ki, demokrasini gəlirlər, məmləkət dağıtsınlar. Yəni, diktatorlar həyatlarına devam etsinlər. Və nə rahat ki, bu diktatorlar bizi qane edir ki, demokrasi adına gələnlərə qulaq asmayın. Onlar küresel güclərin alətləridirlər. Sizi xərablamaq istəyirlər, məmləkəti dağıtmaq istəyirlər, məmləkəti bölmək istəyirlər, işğal etmək istəyirlər. Və bu vasitə ilə məni səni qane edir ki, demokrasi üçün mücadilə eləyənlərin qarşısında duraq. Onları xain görək, onları xarici qüvvələrin amilləri görək. Necə ki, bugün İran İslam Cumhuriyyətində də müxalifləri İsrailini, Amerikan adamları tanıtırlar da. İndi siz də ehtimalən Türkiyədə müxalifətdə olanların küresel güclərin amilləri deyirsiniz. Çünki müxalifət Türkiyədə deyirlər demokrasi. Bu demokrasi demək o küresel güclərinin, mesela CHP, mesela o birisilərdə də hamısı. Bunlar o adın çəkdiyi küresel güclərin maşalarıdırlar ölkədə. Yəqin sözünüz budur da. Yəni Türkiyədə bir nəvər cıngırın çıxası demokrasidən ötür, ya demokrasi gəlişini sizin nəzərinizdən o küresel güclərin alətidir. Dikkat edirsiniz. Acaba bu teoride bilimsellik var. Siz Avrupa devletlerinin televizyonda, siz yaşamışsınız İskandinaviyada. İskandinaviyada televizyonunda bir analitikeri ki geçsinler, bu teoriyi toğut eden danışsınlar, bir nəfər tapa bilərsiniz. Yox, tapa bilməzsiniz. Çünki belə bir təfsir eləyən adamları, belə düşüncəsi olan adamları rəsmi televizyonlara, dövlət televizyonlara heç zaman dəvət etməzlər. Amma şərq ölkələrində, Orta Doğu ölkələrinin televizyonlarına baxsan, sabahdan axşama qədər komplo teoriyadan danışarlar, küresel güclər bir yerlərdə oturublar, sizin əleyhizə belə eləyirlər, eləyirlər. Yəni burada demokrasi olmasın, burada insan haqları olmasın, burada bərabərlik olmasın, burada gəlişmə olmasın. Və adı da ölkə təhlükədə, bölmək istəyirlər, işğal etmək istəyirlər. Demokrasi deyənlər həman o gizlidə olan, arxada olan, tanınmayan, dünyada bilinməyən küresel güclərdirlər. Bu alladıcı teorilardan qərbi ölkələrdə vardır? Yox, elə bir şey yoxdur. Amma şərqi ölkələrində necə, Orta Doğuda necə? Nə qədər istəyirsən bu teorilər gündə televizyondan, mediadan, ruznamədən, dərgidən yayılmaqdadır. İnsanların kafasını qarışdırmaqdadır. Cəhli toplumda gündən günə daha geniş vasitədə yaymaqdadır. Həqiqət də budur ki, bu ölkədə demokratik bir durum, bir demokratik bir həqiqət, ekonomik bir qalxınma, gəlişmə olmasın. Yəni ölkəni fəlakətə götürənlər ölkəyə qarşı deyirlər, amma dünyanın bir quşəsində, gizli otaqlarda bəlli olmayan kimsələr bu ölkəni dağıtmağa çalışırlar. Mesela siz hangi ölkənin adını verirsiniz verin, onun siyasi tarixinə baxaq da. Mesela İran. İranda bu küresel güclərin işi gücü nədir? Bu devletləri qurub qaldıranlar da küresel güclərdirlər. Xumeyninin rejiminə 98% rəy verənlər o küresel güclərdə, o gizli otaqlardan verildi. Sənən İran toplumunda düzgün demokratik zehniyyət və kamuoyu olsaydı, Xumeyniyə səs verərdilər. Və əgər dərin və geniş düşüncə olsaydı, yəni toplum azad olsaydı, media azad olsaydı, siyasi hizblərin fəaliyyəti azad olsaydı, xalqların mütalibələri əsasında mücadilə geçsəydi, da İran toplumu dini bir istibdadın giriftarı olmazdı ki da. İndi sizdən soruşsalar ki, o gizli otaqlarda durub gizli qərarları verən və devlətləri çevirən, ölkələri bölənlər kimdilər? Bir neçə şirkətin adını verəcəksiniz. Ki bu şirkətlər dünyaya sahibdilər və elə gücləri vardı ki, mesela masa altından devletlərə belə qərar verib götürüb qoyurlar. Amma bu götürüb qoymaların hamısı 3-cü dünyada olur ha. Orta Doğuda olur ha. Afrikada olur mesela ha. Amma Avropada belə bir şeylər, yəni bu dərəcədəki bu söhbətlər olmur da. Bir demokratik düzen qurulub da hər halda. İndi siz gəlirsiniz bu sözləri
bilim adına, siyaset adına, siyaset bilim adına burada danışırsınız. Biri sizden soruşsa ki, tamam, o gizli otaqlarda oturup və bu dövlətlərə və bu ölkələrə qərar verən adamları necə qaldıra bilərik? Onlar kimlərdilər? Kim ilə bərabər olub onlara qarşı yürüməliyik? Amerika dövlətini mi yıxmalıyıq? Ya yox, onlarla Amerika dövlətindən də belə arxada durub, Amerika dövlətinin özünə də qərar verənlərdirlər. Elədiksə, kimdilər onlar? Və kimdilərsə, əgərsə Amerika dövlətinə onlar qərar verib oynadırlar, balaca dövlətlər o gücələ nə edə bilərlər? Və əgər bir iş görə bilməzsə, biz nəyə oturub onlara danışaq? Danışmaqla biz hara vara bilərik? Yəni, o qədər cavabsız sual vardı ki, insan usanır və çəkilir öz quşəsində qalıb həyatına devam etsin. Gəlin ki, sözlərinizin bir başqa tərəfinə də qulaq asaq. Yine de burada da sözlərin, faktların arxası boşdur. Gündəlik siyasi, iqtisadi, ictimai, fərhəngi dinamikinə bu sözlərin heç əlaqəsi yoxdur. Amma insanın zehni aktivcə ondan məşğul ola bilər. Yəni gerçəklərdən uzaqlaşsın, aləmi xiyalı zehni də nə qədər dolanır dolansın. Və nə formada dolanır dolansın. Çünki gerçəklərlə işi olmayan bir zehniyyətin kimə zərəri var ki? Biraz da sözlərinizdən dinləyək. Məsələ əslisi budur. Mən buradan həm sosialist, həm kapitalist söhbət eləmirəm. Kapitalist gələr şirkət açar filan elə, bizzat tolid elər. Oradan qazanar, maliyyatını da verər, qiyməsinin planını da verər, qazanar. Heç mənim ondan müşkilim yoxdur. Ya bəli bir iddə gəlib bu həkgahda əbzarı qudrətə, sirvətə sahib ola, təbiətən və qeyri-qanuni ola ki, heçdən pul yarada. Bunda orada üstün məqalədə tozih vermişəm. Mənzurum bunu bəhs eləyir. O bizlə haşiyədirlər hamısı məncə. Yəni oradan biz bir yerə yetirə bilmərik. Bu sözlərə diqqət çəkdiyimizdə görürük ki, Doktor Təqizədə deyir ki, əsli məsələ budur ki, bir iddə gəlib əbzar qudrət və sirvətə sahib olmasını deyib bəhs eləməyimiz lazımdır. Deyir, bu bəhs əsli bəhsdir. Qalan bəhslər haşiyədir. Yəni biz oturacağıq, bir iddənin ki, əlində əbzar qudrət və sirvət var, onları bu əbzar qudrət və sirvəti necə ala bilərik deyə mübahisə edəcəyik. Birinci sual bu sahədə budur ki, o bir iddə kimlərdir? Amerika dövlətinin sahibləri mi? Və ya yox, Amerika dövləti o bir iddənin arxasında durur deyə düşünməyimiz lazımdır. Və əgər Amerika dövləti bir iddə gücün ki, əbzarı qudrət və sirvət əllərini alıblar, onlarla mücadiləyə qalxmağımız lazımdır. Hansı əbzar və vasitə ilə Amerika ilə savaşa və mübarizəyə qalxacaqsınız? İndi yetişirik ora ki, oluruq Cumhuri İslamı da Amerika yıxılmayınca məsələ həll olmaz. İndi yetişirik o təhlili marksistliyə ki, emperyalizm aradan getməyincə işlər həll olmayacaqdır. Tamam, Amerikanı eləyə bilərik, həll edib meydandan götürək, tamam. Amma hansı güc və nə vasitə ilə Amerikanı meydandan qaldırmaq olar? Yəni, ya gərək atom bombu əldə edək və Amerikanın qarşısına atom bombuna çıxaq. Bu işdə olan bir işdə də İran İslam Cumhuriyyəti atom bomba düzəltməsi ilə məşğuludur. Yox, Amerikanın siyasi gücü ilə müqabilə etmək istəyirik siyasi vasitə ilə. O siyasi vasitə nədir? Məncə o siyasi vasitə demokratik dövlətin qurulmasıdır. Ya demokratik dövlətlərin qurulması, siyasi, iqtisadi, fərhəngi cəhətdən bir çoxulcu dövlətlərin qurulması və ölkələrdə ekonomik, texnolojik gəlişmə dünya millətlərini bir dərəcədə bərabərliyə tərəf apara bilir. Və dünyada dövlətlərin gəlişməsi Amerika ilə və ya Amerikada olan bir iddə sirvət sahibləri ilə mücadilədən keçmir. Bəlkə bu iş siyasi və ekonomik sahədə düzgün plan və
proqramların meydana qoyması ilə mümkündür. Bu düzgün plan və proqram sahəsində sizə bir kitab tanıta bilərəm ki, ona diqqət çəksəniz məncə yeni teoriyalar və fikirlər taparsınız. Siz həttəmən Daron Əcəmoğlu və James Robinson adında birilərin ki, ən son aşamada ekonomik Nobel ödülünü aldılar, tanıyırsınız. Onların bir kitabı vardır, müştərək bir kitabları. Ulusların Düşüşü. Bu kitabda toplumların və hətta insanların necə zəngin olub və ya yoxsul olmasının səbəblərini bizə göstərir. Və o kitabda bizə göstərir ki, geriyə qalmış toplumların, ölkələrin səbəbi və nədəni və inkişafa və gəlişməyə uğramış toplumların və ya ölkələrin səbəbi nədir? Yəni, rifahı necə ələ gətirmək olar və yoxsulluq bu toplumlarda necə meydana gəlmişdir deyə. Burada təəssüflə bizim zamanımız biraz qısıtlıdır və sözü uzatma mümkün deyildir. Amma sizə kəsinliklə tövsiyə edərəm ki, Daron Əcəmoğlu ilə James Robinsonun yazdığı kitabı, Millətlərin Düşüşü adında kitabı oxuyasınız və çox diqqətcə də oxuyasınız. Əgərsə o kitabın içəriyi sizi cəlb edə bilirsə ki, bugün dünya ekonomistləri o kitabın mühtəvası cəhətində çox olumlu sözlər deyirlər. Yəqinim var ki, orada bu komplo teoriyalarından dünyada gizli qüvvələr nə edirlər, nə etmirlər və ya gizli qüvvələrlə mücadiləyə üçün vaxt qoymadan əl çəkib və düzgün, demokratik, gerçəkçi bir zehniyyət ilə öz toplumumuza daha çox yardım edə bilərik deyə düşünürəm. Hər halda vaxt qoyub mənim sözlərimi dinlədiyiniz üçün çox təşəkkür edirəm.